Hər birimiz üçün yəqin ki, ən həyəcanlı anlardan biri uşaqların ilk addımlarını atdığını görməkdir, elə deyilmi? Amma heç düşünmüsünüzmü ki, o balaca, qeyri-sabit addımlarda onların gələcək sağlamlığı ilə bağlı bəzi incə işarələr gizlənə bilər. Bax, bugün biz məhz bu mövzuya toxunacağıq. Ayaqların vəziyyəti və bunun bir uşağın inkişafı üçün əslində nə demək olduğu barədə danışacağıq. Deməli, bir uşağın inkişafını izləyəndə adətən nəyə fikir veririk? Boynun nə qədər artdığına, ilk sözünü nə vaxt dediyinə, yəni belə böyük, gözə görünən mərhələlərə. Amma bəs o kiçik, bəlkə də ilk baxışda önəmsiz görünən, amma əslində çox böyük əhəmiyyət daşıyan detallar, gözümüzdən qaçan o incə işarələr nə ola bilər? Bax, bugünkü araşdırmamızın özəyini məhz bu sual təşkil edir. Yaxşı, gəlin birbaşa məsələnin özünə keçək. Mövzumuzun mərkəzində əslində çox sadə, amma düşündüyümüzdən daha vacib bir müşahidə var. Bu, uşaqlarda əyri ayaqlar məsələsidir. Gəlin görək, bu ilk baxışda çox adi görünən halın arxasında əslində nə gizlənir? Bəli, əyri ayaqlar. Bu sadəcə bir söz birləşməsi deyil. Bu bir uşağın yerişində, duruşunda diqqət yetirməli olduğumuz potensial bir vəziyyətdir. Mənbəyin bizə dediyi odur ki, bu, erkən yaşlarda diqqət tələb edən ciddi bir siqnal ola bilər. Amma bir dəqiqə, gəlin bir şeyi aydınlaşdıraq. Məqsəd burada kimisə qorxutmaq, həyəcan təbili çalmaq deyil, əsla. Çünki həqiqətən də bir çox uşaq üçün bu böyümənin tamamilə normal, təbii bir mərhələsidir. Lakin mənbənin xüsusilə vurğuladığı bir məqam var. Bəzi hallarda bu sadəcə normal bir hal yox, daha diqqətli olmağı tələb edən bir işarədir. Əsas sual da budur. Normal olanla diqqət tələb edəni necə ayırd etməli? Yaxşı, bəs niyə bu məsələ bu qədər önəmlidir? Əgər bəzən normal bir haldırsa, onda bu narahatlıq hardan qaynaqlanır? Səbəb nədir? Cavab gələcəkdədir. Söhbət potensial fəsadlardan gedir. Bax, məsələnin ən can alıcı nöqtəsi elə buradır. Problem bugün uşağın ayaqlarının necə görünməsi deyil, əsla. Əsas narahatlıq odur ki, bugün diqqətdən kənarda qalan o kiçik bir məsələ gələcəkdə daha böyük problemlərə, yəni o qeyd olunan fəsadlara çevrilə bilər. Yaxşı, fəsadlar dedik, amma gəlin aydınlaşdıraq, bu kontekstdə fəsadlar nə anlama gəlir? Bu sözün arxasında nə dayanır? Söhbət konkret olaraq hansı uzun müddətli təsirlərdən gedir? Gəlin bunu bir domino effekti kimi düşünək. Təsəvvür edin, ilk domino daşı, yəni uşaqlıq dövründəki o əyri ayaqlar, əgər diqqətdən kənarda qalsa, yıxılır və zamanla bir-birinin ardınca digər problemləri də yıxır, özü ilə gətirir. Bu bir zəncirvari reaksiyadır. Hər şey bir-birinə bağlıdır. Deməli, əgər bu domino daşlarının yıxılmasının qarşısını almaq istəyiriksə, onda nə vaxt hərəkətə keçməliyik? Hansı dövr, hansı zaman pəncərəsi bizim üçün ən kritik, ən həlledici dövrdür? Və cavab son dərəcə aydın və kəskindir. Uşaqlıqdan diqqət göstərilməlidir. Baxın, bütün məsələnin, bütün argumentin mərkəzi məhz bu tək cümlədə cəmləşib. Hər şey məhz uşaqlıq dövründə başlayır və bəlkə də elə orada da həll olunur. Yaxşı, bəs niyə məhz uşaqlıq? Niyə bu dövr bu qədər kritikdir? Çünki düşünün, bu bədənin ən elastik olduğu dövrdür. Sümüklər, bədən quruluşu hələ tam formalaşmayıb, aktiv inkişafdadır. Uşağın bütün duruş, yeriş vərdişləri məhz bu illərdə yaranır. Buna görə də bu dövrdə göstərilən hər bir kiçik diqqət əslində gələcəyə qoyulmuş ən böyük, ən dəyərli investisiyadır. Deməli, nəticə çox sadə və aydındır. Biz bir yol ayrıcındayıq. Bir tərəfdə uşaqlıqdan diqqət göstərib, gələcəkdəki o fəsadların riskini minimuma endirmək var, digər tərəfdə isə bu işarələrə keçər, düzələr deyib məhəl qoymamaq və problemlərin yaranması riskini gözə almaq. Seçim əslində bizim əlimizdədir. Yaxşı, bütün bu danışdıqlarımızdan sonra gəlin hər şeyi ümumiləşdirək. Bu təhlildən yadda saxlamalı olduğumuz ən əsas, ən fundamental fikir nədir? Nəyi özümüzlə götürməliyik? Baxın, bunu bir daha vurğulamaq istəyirəm. Əsas mesaj, kiməsə diaqnoz qoymaq, narahatlıq toxumu səpmək deyil, əsla. Əsas mesaj, erkən və şuurlu müşahidənin nə qədər dərin bir əhəmiyyətə sahib olduğunu anlamaqdır. Bu, qorxu yaratmaq yox, məlumatlı olmaqla güclənmək deməkdir. Qısacası, gəlin yadda saxlayaq. Hər şey bir müşahidə nöqtəsindən başlayır. Əyri ayaqlar. Əsas qayğımız nədir? Gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq. Ən qiymətli zamanımız hansıdır? Şübhəsiz ki, uşaqlıq dövrü. Və bütün bu zəncirin ən vacib halqası, açarı nədir? Erkən məlumatlılıq. Və bütün bunlar bizi son bəlkə də ən vacib suala gətirib çıxarır. Erkən diqqət həqiqətən də gələcəyi necə dəyişə bilər? Bəlkə də cavab düşündüyümüzdən daha sadədir. Bugün bizim atdığımız kiçik, diqqətli bir addım, sabah o uşağın sağlam və xoşbəxt gələcəyi üçün atılmış ən böyük addım ola bilər. Unutmayaq,
Müşahidə etmək əslində qayğı göstərmək deməkdir.